لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. Məğrib namazından sonra oturub Quran oxuyurdum. Yanımda bir kişi var idi. Əllərini qaldırıb dua edirdi. Onun xuşusu, təvazökarlığı və ağlaması xoşuma gəldi. Yanındakı adamın xuşu içində olması insana təsir edir. Onun bu halı məni çox mütəəssir etdi. Lakin sonra birdən səsini ucaldıb dua etməyə başladı. Və mən gördüm ki, o Allahdan başqasına dua edir. Bu ağlamaq, bu xuşu, həm də Peyğəmbərin, Allahın salamı və salavatı onun üzərinə olsun, məscidində. Amma baxıram ki, o ağlayaraq Allahdan başqasını çağırır. Yalnız Allahdan istəniləcək hacətləri başqasından diləyir və qəlbi ilə Allahdan başqasına yönəlir. Mən o kişiyə qarşı mülayim davrandım. Söhbətə giriş üçün bəzi sözlər dedim. Sonra duanın əhəmiyyətindən danışdım. Dedim ki, əgər dua xuşu və ağlamaqla olarsa, qəbul olunmağa daha yaxın və cavab verilməsi üçün daha ümidvericidir. İnsan gərək xuşu ilə dua etsin. Sonra duanın fəziləti, uca məqamı və əhəmiyyəti haqqında hədislər zikr etdim. Bunlar elə mövzular idi ki, onun nəfsinin istədiyi və tələb etdiyi şeylərə toxunurdu. Daha sonra duanın yalnız Allahın haqqı olduğu bəyanına keçdim. Dua yalnız Allaha edilməlidir. Buna dəlalət edən ayələri qəsdən çoxaltmağa başladım. Bu ayələri ona zikr etdim. Uca Allah buyurur, Allahı qoyub qiyamət gününədək özünə cavab verə bilməyən kimsələrə yalvarandan daha azğın kim ola bilər? Ondan başqa çağırdıqlarınız bir xurma çəyirdəyinin pərdəsinə belə sahib deyirlər. De. Onu qoyub Tanrı hesab etdiklərinizi çağırın. Onlar sizdən nə zərəri uzaqlaşdıra bilər, nə də onu başqasına yönəldə bilərlər. De. Allahdan başqa Tanrı güman etdiklərinizi çağırın. Onlar göylərdə və yerdə bir zərrə çəkisinə belə sahib deyirlər. Beləcə ona ayə-ayə oxumağa davam etdim. Sonra hədislərə keçdim və bir çox hədislər söylədim. Kişi məni eşidirdi. İnsanların fitrətində xeyir var. Lakin bəzən onları yolundan saptıran və azdıran kəslərin imtihanına çəkilirlər. O isə diqqətlə dinləyirdi. İstədim əmin olum, görüm bu ayələri və mətinləri başa düşdümü? Qavradım. Hədis və mətinlərin ardıcıl sadalanmasını dayandırdım. Ona özümdən heç nə demirdim. Ancaq ayələr və hədislər idi. Allahın kəlamını və Rasulunun, Allahın salamı və salavatı onun üzərinə olsun sözlərini eşidirdi. Ona qəsdən çoxlu ayə və hədis söyləmişdim. Sonra ona tərəf dönüb soruşdum. Nə fikirləşirsən? Rəyin nədir? Başını qaldırdı və təəccüblə mənə baxdı. Dedi, sən mənə Quran ayələri və Peyğəmbər, Allahın salamı və salavatı onun üzərinə olsun, hədislər oxuyursan. Sonra da məndən nə fikirləşirsən deyə soruşursan. Vallah, bu hadisə məni İmam Şafiini hatırlatdı. Bir dəfə Şafiidən bir məsələ soruşmuşdular. O da hədislə cavab vermişdi. Sual verən adam, bəs sənin rəyin nədir, deyə soruşduqda Şafii demişdi. Məni kilsədən çıxan görmüsən, yoxsa əlimdə şərab şüşəsi var. Mən sənə Peyğəmbər belə buyurdu deyirəm, sən isə rəyin nədir soruşursan. Bu kişi də mənə, sən mənə Allah buyurdu, Rasulullah buyurdu deyirsən. Sonra da rəyimi soruşursan, dedi. Mən sualı təkrar etdim və dedim, mən sənin duanda Allahdan başqasını çağırdığını, filan sözləri dediyini eşitdim. Məhz buna görə soruşuram ki, indi nə fikirləşirsən? Mən sənin belə-belə dediyini eşitdim. Rəyin nədir? Deyib bu sualı yenidən verəndə, bilirsiniz nə dedi? Dedi, ey hacı, mən filan ölkədənəm. Bir ölkə adı çəkdi, mən onu demək istəmirəm. Vallah, yaşım 60'ı keçib, amma ömrümdə heç kim mənə bu sözləri deməmişdi. Həqiqətən də bəziləri elə bir cəmiyyətdə böyüyürlər ki, Allahdan başqasına bağlılığı qidalandıran şeylərdən başqa bir şey eşitmirlər. Onlara həmişə bu cür bağlılıqlar aşılanır. Belə hallar çoxdur. İndi internetdə qəbir başında nələr etdiklərini çəkib paylaşanlar var. İbn Qeyyimin qeyd etdiklərindən daha şiddətlisi indi mövcuddur. Onların çoxu əslində xeyir istəyir, lakin onlara doğru yolu göstərən birinə rast gəlməyiblər. Məhz buna görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səhih hədisdə buyurmuşdur. Ümmətim üçün ən çox qorxduğum şey azdıran imamlardır, rəhbərlərdir.